Salam. Son bir həftə ərzində Çin avtomobillər sənayesində baş verənlərə Volt Media ilə nəzər salaq. Huawei və Seres'in birgə istehsalı olan Aito M8 iri ölçülü, uzun yürüş məsafəsinə sahib crossover modeli satışa çıxarılandan əvvəl Çində artıq 100 mindən çox sifariş topladı. Yeni SUV bu nəticəyə cəmi 32 gün ərzində nail olub. Bu da göstərir ki, Aito M8 satışdan sonra EREV, yəni uzadılmış yürüş məsafəsinə malik elektrik avtomobillər sinifində ən çox satılan modellərdən birinə çevriləcək. Onun əsas rəqibləri arasında Li L8 və Deepal S09 modelləri yer alıb. Avtomobilin ilkin satış qiyməti 368 min yendən başlayır, yəni təxminən 50 min 540 dollardan. Yeni model yaxın zamanda Çin bazarına təqdim olunacaq. Onu da qeyd edək ki, Aito, Seres və Huawei'in birgə yaratdığı bir markadır. Bu layihədə Seres şassinin hazırlanması və istehsalına cavabdehdir. Huawei isə elektron beyin, yəni ağıl əsas komponentlərin tədarükü və satışla məşğuldur. Hazırda Aito markasının 3 crossoveri təqdim olunur. M5, M7 və M9. Məlumatlara görə bu modellərin keçən ilki ümumi satışı 385.904 ədəd olub. BYD Tesla'nı geridə qoyaraq dünyanın ən böyük elektrikli avtomobil istehsalçısı oldu. Çinli avtomobil istehsalçısı BYD 2025-ci ilin ilk rübündə 416.388 ədəd tam elektrikli avtomobil sataraq Tesla'nı geridə qoydu və ardıcıl ikinci rübdə dünya liderliyini qorudu. Bu, qlobal elektrikli avtomobil bazarında mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Counterpoint Research'ın proqnozlarına görə BYD 2025-ci ildə dünya üzrə elektrik avtomobillər bazarında 15.7% paya sahib olacaq və ilk dəfə lider marka olacaq. Şirkətin bu uğuru onun aqressiv genişlənmə strategiyası, innovativ texnologiyaları və vertikal inteqrasiya olunmuş istehsal modeli ilə bağlıdır. Bundan əlavə, Çin hökumətinin güclü dəstəyi də mühüm rol oynayır. BYD-nin təqdim etdiyi yeni ultra sürətli şarj sistemi də böyük marağa səbəb olur. 1000 voltluq elektrik arxitekturası, silikon karbid çiplər və xüsusi Blade Battery texnologiyası sayəsində bu sistem cəmi 5 dəqiqəyə 400 km məsafə üçün enerji təmin edir. Bu göstərici Tesla'nın supercharger şəbəkəsindən xeyli üstündür. Digər tərəfdən Tesla da çətinliklərlə üzləşir. CEO-su Elon Musk'ın siyasi mövqeyi ABŞ və Avropada müştəri itkilərinə səbəb olub. ABŞ-Çin ticarət gərginliyi və Çin istehsalı komponentlərə artan tariflər isə Tesla'nın təchizat zəncirinə mənfi təsir göstərir. Xiaomi SU7 avtomobilinin ilk ölümcül qəzası 3 nəfərin həyatına son qoydu. Hadisə 2025-ci ilin martın 29-da Çində Dezhou Shangrao avtomagistralında baş verib. Xiaomi SU7 elektrik avtomobili ciddi bir qəza törədib və nəticədə 3 xanım tələbə həlak olub. Qəza zamanı avtomobilin Navigate on Autopilot, yəni avtopilot rejimində olduğu və saatda 116 km sürəti ilə hərəkət etdiyi bildirilir. Yolun tikinti sahəsinə yaxınlaşdıqda sistem maneəni aşkar edib və sürücüyə xəbərdarlıq edərək sürəti azaltmağa başlayıb. Sürücü idarə etməni ələ alaraq əlləci basıb və sükanı sola döndərib. Lakin avtomobil saatda 97 km sürəti ilə beton maneəyə çırpılıb. Hadisədən sonra Xiaomi şirkəti dərhal təhqiqat aparmaq üçün xüsusi bir qrup yaradıb və polis orqanları ilə əməkdaşlıq etdiyini bildirib. Şirkət qəzaya uğrayan avtomobilin standart versiya olduğunu və lidar texnologiyası ilə təchiz edilmədiyini deyib. Bu hadisə ictimaiyyətdə ağıllı sürücülük texnologiyalarının etibarlılığı ilə bağlı suallar doğurub və Xiaomi'nin səhmlərinin dəyəri 5.5% azalaraq 6 həftənin ən aşağı səviyyəsinə düşüb. Çin hökuməti Trump administrasiyasının son tarif siyasətinə cavab olaraq ABŞ-dən ithal olunan bütün mallara, o cümlədən avtomobillərə də əlavə 34% ithal vergisi tətbiq edəcəyini elan edir. Bu cavab tədbiri artıq aprelin 10-undan etibarən qüvvəyə minir və xüsusilə Corvette C8 və yeni 5 litrlik Mustang kimi Amerika istehsalı idman avtomobillərinin Çindəki qiymətini əhəmiyyətli dərəcədə artıracaq. Məsələn, Corvette C8 Z06 modelinə tətbiq olunan ümumi vergi dərəcəsinin 200%-ə çatacağı gözlənilir. Bu da onun Çindəki qiymətini 220.000 ABŞ dollarından yuxarıdır. Üstəlik bu məbləğə hələ dilerin qazancı daxil deyil. Hongqi markasının yeni tam elektrikli Tiangong 06 SUV modeli ön satışa çıxarılıb
və 25.500 ABŞ dollarından başlayan qiymətlərlə təklif olunur. Avtomobil 700 km qədər CLTC yürüyüş məsafəsi, 210 kW gücündə mühərrik və 62 və ya 85 kWh-lıq batareya ilə gəlir. Tam ötürücülü versiya 553 at gücü və 660 km məsafə təklif edir. Salonun daxilində isə 15.6 düymlük ekran və süni intellektli səsli köməkçi mövcuddur. Sürətli enerji yığımı ilə batareya 20 dəqiqədə 80% çatır. Bu həftəlik bu qədər. Çin avtomobillərinin yeniliklərindən xəbərdar olmaq üçün Volt Media kanalına abunə olmağı unutmayın. Görüşərik.